Hər vaxtınız xeyir olsun. Bu dəfə sizi Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən salamlayırıq. Təbii ki, ölkənin sosial siyasətinə nəzər salanda bir neçə sosial paketin icra olunmasının şahidi olmuşuq. Bununla da pensiyaların, minimum əmək haqqlarının və digər sosial ödənişlərinin artımının şahidiyik. Amma bundan sonraki mərhələdə planlar, hədəflər, prioritetlər nədən ibarətdir? ARB 24 televiziyası və APA İnformasiya Agentliyinin suallarına Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Anar Əliyev cavab verəcək. Anar bəy, xoş gördük. Əvvəlcə sizə təşəkkür edirik ki, müsahibəyə razılıq vermisiniz. Artıq bir ildən çoxdur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirisiniz və nəzərə alsaq ki, nazirlik ilə bağlı əvvəlki təcrübələriniz də var. Onda həm cari illə bağlı, həm gələcəklə bağlı müəyyən hədəflərin, fikirlərin formalaşdığını biz söyləyə bilərik. Bundan başlayaq ki, son dövrdə sosial müdafiə sistemində hansı əsas prioritetləri müəyyən etmisiniz və bu prioritetlərin arxasında hansı sosial amillər dayanır? İlk növbədə, hörmətli Rəhman müəllim, mən də sizi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Nadir müəllim salamlayıram. Təşəkkür edirəm bu müsahibənin təşkilinə verdiyiniz dəstəyə görə. Əlbəttə, biz prioritetlərdən danışanda ümumilikdə ölkədə həyata keçirilən sosial, iqtisadi sahədə həyata keçirilən proqramlara baxmalıyıq. Məlumdur ki, ölkəmizdə hazırda çox geniş sosial proqramlar həyata keçirilir. Bu proqramların mahiyyətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasəti durur və bu siyasətin mahiyyəti də Azərbaycan Respublikası vətəndaşının sosial rifahıdır, onun məşğulluq imkanlarının artırılmasıdır, gəlirlərinin artırılmasıdır, sosial həssas kateqoriyadan olan vətəndaşlarımızın dəstəklənməsidir. Və biz bu proqramlara baxdıqda biz sığorta pensiya sistemimiz çox böyük, bizim sığorta pensiya sistemimiz var. Əhalinin məşğulluğunun təmin olunması məqsədi ilə həyata keçirilən aktiv məşğulluq proqramları var. 50 olan şəxslərin sosial müdafiəsi, reabilitasiyası, inklüzivliyi ilə bağlı həyata keçirilən proqramlarımız var. Sosial xidmət sahəsində bizim çox geniş proqramlarımız var. Və bir qayda olaraq biz bu proqramlar arasında belə də ciddi bir ayrı-seçkilik aparmırıq. Amma o da təbiidir ki, müəyyən yaranmış vəziyyətdən, yaranmış şəraitdən və bir zaman dövründən asılı olaraq təbiidir ki, dövlət müəyyən məsələlərdə fokuslanır və müəyyən prioritetləri özü üçün müəyyən eləyir. Qeyd edeyim ki, sosial sistemdə də prioritetlər ölkə başçısı, hörmətli birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən müəyyən olunur və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən də bu icra olunur. Əsas istiqamətimiz əlbəttə ki, bizim həyata keçirdiyimiz tədbirlərin mərkəzində hazırda şəhid ailələri və müharibə əhaliləri ilə əlaqədar görülən tədbirlər durur. Olduqca bu sahədə geniş tədbirlər həyata keçiririk. İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış, bu da bizim hazırda həyata keçirdiyimiz prioritet istiqamətlərdən biridir. Hər iki istiqamət ölkə rəhbərliyinin, xüsusən də ölkə başçısının daim diqqətindədir, diqqət mərkəzindədir. Eyni zamanda bilirsiniz ki, ölkəmizdə hazırda siz də qeyd etdiyiniz kimi sosial sahə ilə bağlı geniş islahatlar həyata keçirilir. Ötən müddət ərzində 18-ci ildən bu yana biz 5 böyük sosial islahat zərfini icra etmişik və bir prioritetlərimizdən də biri bax bu əhaliyə göstərdiyimiz xidmətlərin sosial ödənişlərin adekvatlığının təmin olunması ilə bağlıdır. Və son illərdə bilirsiniz ki, sistemin şəffaflaşdırılması, sosial ədalətin təmin olunması bu ölkə başçısı tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında, ümumilikdə sosial sistem qarşısında qoyulmuş bir
vəzifə idi və bu istiqamətdə də fəaliyyətimizi həyata keçiririk və qeyd etdiyiniz kimi son 1 il ərzində və bundan əvvəlki dövrdə də bizim prioritetlərimiz bu istiqamətlər olub. Mən də öz bir nazir kimi bax bu ölkə başçısı tərəfindən müəyyən olunan bu istiqamətlərdə öz səylərimi əsirgəmirəm. Bundan sonra da bu istiqamətdə fəaliyyətimizi davam etdirməyi təmin edəcəm. Cənab nazir, mən də həm öz adımdan, həm də təmsil etdiyim APA İnformasiya Agentliyi adından minnətdarlığımızı bildiririk ki, bu müsahibəni təşkil üçün. Biraz əvvəl prioritetlər barədə, hədəflər barədə qısa danışdınız. Maraqlıdır ki, hazırda nazirlik daha çox öz fəaliyyətini sosial dəstək üzərində qurur ya əmək bazarının inkişafı üzərində. Təbii ki, bunlar hamısı bir-birinə sıx əlaqəli istiqamətlərdir, amma yəni cari vəziyyətdə hansı daha əsas hədəf kimi götürülür? Elədir Nadir müəllim, biz elə nazirliyin fəaliyyət istiqamətini və sosial dəstək proqramlarını təhlil eləsək, bu 2 istiqamətə bölmək olar. Bir, əmək münasibətləri və məşğulluq istiqamətində göstərilən tədbirlər. İkinci istiqaməti isə sosial həssas təbəqədən olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar. Biz bir qayda olaraq qeyd etdiyim kimi bunları bir-birindən ayırmırıq. Amma biz beynəlxalq təcrübəyə baxdıqda da biz görürük ki, şəxsin məşğulluğundan güclü sosial müdafiə mexanizmi hələ bəşər tarixi belə deyək də fikirləşib ortaya qoymayıb. Şəxs işlədikdə, yəni məşğulluğunu təmin etdikdə ən güclü sosial dəstək bu mexanizmlər çərçivəsində olur. Amma təbiidir ki, müəyyən əmək qabiliyyətli yaşdan yuxarı olan şəxslər var və bu şəxslər artıq əmək bazarında əvvəlki kimi, yəni iştirak edə bilmir. Bu baxımdan dövlət tərəfindən yaradılmış mexanizmlər vasitəsilə, xüsusilə biz pensiya sistemi vasitəsilə, sosial müavinətlər mexanizmi vasitəsilə, Azərbaycan Respublikası Prezidentinin təqaüdləri vasitəsilə bu şəxslərin sosial müdafiəsinin təminatına böyük dəstək veririk. Eyni zamanda məşğulluq sahəsində də bizim geniş tədbirlərimiz var. Bu tədbirlər bir qayda olaraq iqtisadi fəal bizim şəxslərimizə ünvanlanır. Bunun da mahiyyəti daha çox aktiv məşğulluq tədbirlərinin deməli tətbiqidir. Yəni bu şəxslərin aktiv məşğulluq tədbirlərinə cəlb etməklə əmək bazarına, məşğulluq sisteminə inteqrasiyasından ibarətdir. Anar bəy, biz zaman-zaman sosial layihələrin icrasından danışırıq, bunları müşahidə edirik, sosial paketlər icra olunur və vətəndaşlara da bir çox suallar təbii ki, maraqlıdır. Azərbaycanda aparılan sosial islahatlar, sosial ödənişlərdə hansı artımlara imkan verib? Bu önəmli detallardan biridir. Xahiş edəcəyik ki, bu suala da cavab verəsiniz. Bəli, qeyd etdiyim kimi 2018-ci ildən başlayaraq ölkə başçısı tərəfindən siyasət çərçivəsində ötən müddət ərzində olduqca böyük tədbirlər, islahatlar həyata keçirilib. Son 7 il ərzində biz 5 böyük sosial islahat zərfini icra edə bilmişik. Bu islahat zərfi çərçivəsində biz 4 milyon vətəndaşımıza dəstək verə bilmişik və bu islahatlar nəticəsində həm dövlət büdcəsi üçün, həm icmal büdcənin xərclərində əlavə 8 milyard manat biz əlavə bu istiqamətdə vəsaitlərin deməli cəlb olunmasına nail ola bilmişik. Əlbəttə biz ölkənin bu istiqamətdə gördüyü işlərə baxanda biz birbaşa rəqəmlərə baxmalıyıq. Çünki bu rəqəmlər bizə görülən işlərin həcmi haqqında bir anlayış yaratmağa imkan verir. Sosial yönlü xərclər Azərbaycanda ötən müddət ərzində 2.2 dəfə artaraq 7.8 milyard manatdan 17.1 milyard manata deməli çatmışdır. Sosial müdafiə və sosial təminat xərcləri isə 2.2 dəfə artaraq 2.3 milyard manatdan 4.9 milyard manata çatmışdır.
2025-ci ildə biz 5-ci sosial islahat zərfini deməli tətbiq etdik. Yalnız bizim sonuncu islahat zərfi çərçivəsində biz 3 milyon vətəndaşımıza dəstək tədbiri verə bildik. Yəni və bu məqsədlərlə əlavə 1.4 milyard manat vəsaitin deməli əhalinin sosial müdafiəsinə, sosial ödənişlərin artırılmasına, əmək haqqlarının artırılmasına biz deməli yönəldə bildik. Eyni zamanda bizim bu islahatlar belə deyək də durmur, davamlı xarakter daşıyır. 2026-cı ildə də biz əmək pensiyalarının deməli indeksləşdirilməsini həyata keçirdik və 9.3% məbləğində bütün pensiyaların məbləği indeksləşdirilərək biz bunu artıra bildik və bu məqsədlə 640 milyon manat vəsait əlavə bu xərclərə yönəldə bildik. Və nəticədə bizdə ölkəmizdə biz baxanda orta pensiyanın məbləğində 11%lik bir artıma biz nail ola bilmişik. Hazırda bizim orta pensiyamızın məbləği 594 manat təşkil eləyir. Yaşa görə isə orta pensiya məbləğində isə 10% artım biz əldə edə bilmişik və hazırda yaşa görə orta pensiyanın məbləği 632 manat təşkil eləyir. Eyni zamanda bu tədbirlər çərçivəsində işləyən əhalinin sığorta pensiya sistemində toplanan pensiya kapitallarının indeksləşməsini də biz təmin etdik. 2026-cı ilin yanvar ayından 5.6% pensiya kapitalı qeydə alınmış bütün pensiya kapitalı ölkə əhalisi üzrə, yəni sistemdə olan şəxslər üzrə biz artımına nail ola bilmişik. Eyni zamanda biz 965 min şəxsə ödənilən müavinət və təqaüdlərin də artırılmasına deməli nail ola bilmişik. Burada hardasa bizdə həm müavinət, həm təqaüd ödənişləri üzrə artıq 16-17%-ə yaxın biz deməli artımları deməli qeydə almışıq. Əlbəttə bu islahatlar olduqca geniş xarakter daşıyır. Ölkə başçısı tərəfindən imzalanan fərman və sərəncamlar həm işləyən bizim əhaliyə yönəlir, yəni onların gəlirlərinin artırılmasına yönəlir, həm də pensiyaçıların və digər həssas kateqoriyadan olan şəxslərin ödənişlərinin artımına bu yönəlir. Deməli biz ötən müddət ərzində, yəni 2018-2026-cı illər ərzində minimum pensiya məbləğinin 2.9 dəfə artırılmasına deməli artırılmasına nail ola bilmişik. 110 manatdan 320 manat hazırda minimum pensiya məbləği təşkil eləyir. Orta aylıq pensiya məbləğində də artımları biz müşahidə edirik. 2.9 dəfə burada da artım var. Qeyd etdiyim kimi 208 manatdan 594 manata bizim orta aylıq pensiya məbləği deməli artırımlarını biz təmin edə bilmişik. Və bununla yanaşı biz sosial həssas kateqoriyalardan danışanda müavinət və təqaüd ödənişlərinə ayrılan illik vəsaitin məbləğini də bizdə 5 dəfəyədək bir artım biz burada görürük. Hardasa biz əvvəllər bu məqsədlər üçün 426 milyon manat vəsait ayırırdıqsa, hazırda bu ayrılan vəsaitin məbləği 2.1 milyard manat təşkil eləyir. Az təminatlı ailələrə göstərilən dəstək mexanizmləri də kənarda qalmayıb. Ötən müddət ərzində ünvanlı dövlət sosial yardımının orta məbləğində biz 2.4 dəfə artım müşahidə edirik. 175 manatdan 428 manata bu məbləğ artmışdı. Eyni zamanda bu çərçivədə yaşayış minimum məbləğini biz 73% artırılmasına nail ola bilmişik. Eyni zamanda ehtiyac meyarının məbləği də 2.3 dəfə deməli ölkə üzrə deməli artmışdı. Bax bu bizim gördüyümüz işlərin rəqəmlərlə ifadə olunan nəticəsidir. Mən hesab edirəm ki, kifayət qədər böyük iş görülüb. Bundan sonra da bu istiqamətdə tədbirlərimizi davam etdirəcəyik. Cənab nazir, zaman-zaman nazirlik statistik göstəriciləri yayımlayır və biz bu rəqəmlərlə tanış olduqca bir təsəvvürümüz formalaşır. Rəsmi statistikaya nəzər yetirəndə ildən ilə bu məşğulluq probleminin aradan qalxmasını, tədricən azalmasını yəni müşahidə edirik. Amma digər bir müşahidələr isə qeyri-rəsmi məşğulluq problemlərinin hələ də var olduğunu göstərir. Yəqin ki, bu barə, yəni əsas bunun bu problemlərin əsas səbəbləri nədir və aradan qalxması üçün hansı addımlar planlaşdırılır gələcəkdə?
Əslində biz qeyri-formal məşğulluqdan danışanda bu əlbəttə ki, bütün həm inkişaf etmiş, həm inkişaf etməkdə olan ölkələr üçün olan böyük bir çətinlikdir, problemdir. Və burada daha çox Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olaraq biz qeyri-formal məşğulluqla bağlı münasibətlərin rəsmiləşdirilməsi, işçilərin hüquqlarının təmin olunması istiqamətində tədbirlərin görülməsini dəstəkləyirik və bu istiqamətdə işləyirik. Azərbaycanda da ötən müddət ərzində bu məsələyə çox böyük diqqət yetirilir. Ölkə başçısının əmək münasibətləri sahəsində, məşğulluq sahəsində, siyasətində bu istiqamətdə olduqca mühüm əhəmiyyət daşıyır. 2017-ci ildə bilirsiniz ki, ölkə başçısının müvafiq sərəncamı ilə əmək münasibətlərinin tənzimlənməsi və koordinasiya komissiyası yaradılmışdı. Hansı ki, bu komissiya Baş nazirin müavininin rəhbərliyi altında fəaliyyət göstərmişdi. Eyni zamanda bu komissiyanın fəaliyyəti çərçivəsində ölkə başçısı tərəfindən qeyri-formal məşğulluğun aradan qaldırılması istiqamətində ölkə proqramı təsdiq olunmuşdur və icra olunmuşdur. Və burada biz bir neçə istiqaməti görürük və Azərbaycanın ötən müddət ərzində əldə etdiyi təcrübə onu bizə deməyə əsas verir ki, ölkəmizdə bu istiqamətdə mübarizə tədbirləri kompleks xarakter daşıyır. Yəni biz yalnız cəza tədbirləri ilə deyil, bu sahədə çox geniş maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, institusional tədbirlərin həyata keçirilməsi, stimullaşdırma ilə bağlı tədbirlərin həyata keçirilməsi kimi addımlar atılmışdır və Azərbaycanın əldə etdiyi bu təcrübə Beynəlxalq Əmək Təşkilatı tərəfindən də çox yüksək nümunəvi bir təcrübə kimi dəyərləndirilmişdir və biz yenə də rəqəmlərə baxdıqda biz görərik ki, bu görülən tədbirlər nəticəsində ölkədə əmək müqavilələrinin sayında 44%lik bir artım biz müşahidə edirik. Hardasa 580 mindən bir qədər çox biz əmək müqaviləsi sayında artım görürük. Özəl sektorda əmək müqavilələrinin sayında artım 2,1 dəfə təşkil etmişdi. Hardasa 450 minə yaxın özəl sektorda əmək müqaviləsi sayı artmışdı. Eyni zamanda bu görülən tədbirlərin təsiri nəticəsi həm də ölkədə formalaşan əmək haqqı fondunun artımlarında da özünü müşahidə göstərmişdi. Belə ki, ölkə üzrə əmək haqqı fondu hardasa bizim hesablamalara görə Nazirliyin əmək və məşğulluq alt sisteminin məlumatlarına əsasən 3,3 dəfə artmışdı. Biz 500 milyon manatdan aylıq əsasda 1,6 milyard manata yüksəlmişdi. Bu da kifayət qədər bu sahədə işlərin effektiv həyata keçirildiyini göstərir. Amma mən deyərdim ki, bu hələ bizim üçün son deyil. Yəni bizim bu sahədə ölkə olaraq çağırışlarımız var. Biz bu fenomenə qarşı bundan sonra da mübarizə tədbirlərimizi davam etdirməliyik. Anar bəy, qlobal miqyasda baş verən hadisələr fonunda beynəlxalq səviyyədə müxtəlif ölkələrdə biz işsizliklə bağlı problemlərin olduğunun şahidiyik və gəlin Azərbaycanda işsiz və iş axtaran şəxslərə dəstək məqsədi ilə Nazirliyin gördüyü işlərdən danışaq. Hansı formada dəstək olunur iş axtaranlara və işsizlərə? İşsizlik məsələsi bütün dövlətlər üçün aktual məsələdir və mən deyərdim, hər bir dövlətdə, hər bir hökumətdə gündəlik nəzarətdə olan məsələlərdən biridir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olaraq da bizim Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyi fəaliyyət göstərir və həmin agentlik tərəfindən işsiz və iş axtaran kimi qeydiyyata alınan şəxslərə münasibətdə aktiv məşğulluq tədbirlərinin tətbiqi həyata keçirilir. Bu məsələ də deyərdim ki, ölkə başçısı tərəfindən bu məsələyə də çox böyük diqqət göstərilir. İşsiz şəxslərin sosial müdafiəsinin təmin olunması, onların aktiv məşğulluq tədbirlərinə cəlb olunması məqsədi ilə ölkə başçısı tərəfindən əməli tədbirlərin formalaşdırılması istiqamətində qərarlar
qəbul olunub. Xüsusilə mən qeyd etmək istərdim ölkə başçısının 30 oktyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş 2019-2030-cu illərdə Azərbaycan Respublikasının məşğulluq strategiyasını qeyd etmək istərdim. Bu strategiyanın icrası çərçivəsində bilirsiniz ki, Azərbaycanda məşğulluq haqqında qanun yeniləndi. İşsizdən sığorta sisteminin 2018-ci ildən tətbiqinə başlanıldı və işsizdən sığorta fondunun biz yaradılmasına nail olduq. Məhz bu tədbirlər çərçivəsində hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsiz şəxslərin sosial müdafiəsinin dəstək tədbirlərini həyata keçirir. Onların aktiv məşğulluq tədbirlərinə cəlb olunmasını təmin edir. 2018-2026-cı illərdə bax bu yaradılmış alətlər vasitəsilə biz 2.3 milyon Azərbaycan Respublikası vətəndaşlarına müxtəlif aktiv məşğulluq tədbirlərinə cəlb olunmasına nail ola bilmişik. Bunların içindən hardasa 900 minə yaxın şəxsin işə düzəlməsinə köməklik göstərə bilmişik. 60 minə yaxın şəxsin peşə hazırlığı kurslarına cəlb olunmasına nail ola bilmişik. İşsiz şəxslərin özünə məşğulluq təşkili proqramı da bizim məşğulluq sahəsində həyata keçirdiyimiz ən prioritet istiqamətlərdən biridir. Bu istiqamətdə biz hardasa 112 min şəxsin kiçik ailə təsərrüfatının yaradılmasına, mikro biznesin təşkil olunmasına geniş dəstək tədbirlərini deməli həyata keçirə bilmişik. Eyni zamanda ölkə başçısının tapşırıqları əsasında bilirsiniz ki, ölkəmizdə həssas kateqoriyadan olan şəxslərin müvəqqəti məşğulluğunun təmin olunması məqsədi ilə müvəqqəti xarakter daşıyan haqqı ödənilən ictimai işlər təşkil olunur. Bu işsizin dostu konsepsiyası çərçivəsində biz bunu təmin edirik və ötən müddət ərzində 120 minə yaxın şəxsin də bu proqram çərçivəsində müvəqqəti məşğulluğunun təmin olunması və bundan sonraki dövrdə isə əmək bazarına inteqrasiya edilməsi məqsədi ilə tədbirlərimizi həyata keçirmişik. Digər bir istiqamət isə Dünya Bankı ilə birlikdə həyata keçirilən işsiz şəxslərin özünə məşğulluğunun dəstəklənməsi proqramıdır. Biz artıq proqramın birinci fazasını başa çatdıra bilmişik. Hardasa 26-27 mindən yaxın şəxsin istehsal xidmət istiqaməti üzrə özünə məşğulluğunu bax bu Dünya Bankının proqramı çərçivəsində biz həyata keçirə bilmişik və ölkə başçısının tapşırığı əsasında 2025-2030-cu illəri əhatə edən məşğulluğa dəstək layihəsi 2 deməli proqramı da yenə də Dünya Bankı ilə birlikdə davam etdiriləcək və bu çərçivədə daha 30 min şəxsin, bax bu işsiz şəxslərin deməli özünə məşğulluğunun təşkilinə biz dəstək verəcəyik. Eyni zamanda işsizdən sığorta ödənişlərini də biz işsizdən sığorta fondu vasitəsilə deməli təmin edirik. Bu da passiv alət olsa da biz bu işsizlik riski ilə rastlaşmış şəxslərə bu sığorta ödənişlərini etməklə onların sosial müdafiəsini dəstəkləyirik və əmək bazarına qayıtması üçün onlara öz dəstəyimizi veririk. Cənab nazir, müşahidə edirik Qarabağda və Şərqi Zəngəzurda sürətli gedən bərpa quruculuq işlərini və böyük qayıdış çərçivəsində vaxtı ilə məcburi köçkün olmuş şəxslərin öz ata-baba yurtlarına qayıtmasını, belə demək mümkündürsə Qarabağa yenidən həyat qayıdır və insanların da orada tamamilə rahat şəkildə yaşaması üçün onların orada hansısa işlə məşğul olması, məşğulluq məsələsi çox olduqca vacibdir. Nazirliyin bu istiqamətdə hansı işlər görür və hansı planlar mövcuddur? Nadir müəllim, işğaldan azad olunmuş ərazilərimizə böyük qayıdış bizim hər birimizin mənəvi borcudur. Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olaraq bizim həm mənəvi borcumuz olması ilə yanaşı, bu da həm də bizim deməli vəzifə borcumuzdur və biz qayıdışın dayanıqlı qayıdışdan danışırıqsa, əlbəttə ki, ora qayıtmış şəxslərin dayanıqlı məşğulluğunun təmin edilməsi başlıca məsələlərdən, başlıca elementlərdən biridir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olaraq biz ərazilərə böyük qayıdışla bağlı həyata keçirilən proqrama geniş məşğulluq istiqamətində dəstək veririk. Bu dəstəyin mahiyyəti yenə də ərazilərə qayıdan keçmiş məcburi köçkünlərimizin həm qayıdışdan əvvəl, həm də qayıdışdan sonrakı dövrdə onların
məşğulluq imkanlarının qiymətləndirilməsi, məşğulluq imkanlarının artırılması, işğaldan azad olmuş ərazilərdə iş yerlərinə onların düzəlməsində onlara üstünlük verilməsi, dəstək verilməsi, peşə hazırlığı kimi tədbirlərin tətbiq etməklə onların bilik və bacarıqlarının artırılması və həmçinin özünə məşğulluq proqramını da biz işğaldan azad olmuş ərazilərdə həyata keçiririk. Qeyd etdiyim kimi, həm köçdən əvvəl, həm də köçdən sonra biz keçmiş məcburi köçkünlərimizi aktiv məşğulluq tədbirləri ilə əhatə edirik. Bu praktiki olaraq belə özünü ehtiva edir ki, köçdən əvvəl müəyyən olunmuş siyahılar üzrə biz iş aparırıq. Bu şəxslərin hər biri ilə fərdi qaydada görüşürük, onların məşğulluq imkanlarını qiymətləndiririk və bu qiymətləndirmə nəticəsində onlar üçün uyğun olan aktiv məşğulluq tədbirlərinin onlara tətbiqi istiqamətində iş aparırıq. Köçdən sonrakı prosesdə də eyni qaydada artıq bilavasitə həmin ərazilərdə biz həmin şəxslərlə işi davam etdiririk, müəyyən olunmuş məşğulluq tədbirlərinə onların cəlb olunması üçün addımlar atırıq və bu prosesdə qeyd edeyim ki, bizə işə götürənlər bizim sosial tərəfdaşlarımızdır. Çox geniş bizə orada dəstək verirlər. Əsas hədəfimiz bizim işə götürənlərlə birlikdə həmin ərazilərdə yaradılan iş yerlərinə ilk növbədə qayıtmış şəxslərin həmin iş yerlərində deməli işlə təmin olunmasıdır. Yəni bizim qiymətləndirmələrimiz əsasında biz işə götürənlərlə iş aparırıq. İşə götürənin elan elədiyi o vakansiyalara uyğunluq məsələsi var. Yəni keçmiş məcburi köçkünlərin bilik, bacarığı həmin vakansiya üzrə iş yerlərinə uyğun olduqda, eyni zamanda o iş yeri də bizim keçmiş məcburi köçkünü qane etdikdə biz həmin şəxslərin həmin iş yerlərində işlə təmin olunması istiqamətində deməli addım ata bilirik. Eyni zamanda peşə hazırlığı məsələlərinə də biz orada çox böyük diqqət göstəririk. Ötən müddət ərzində biz keçmiş məcburi köçkünlərimizə son 3 il ərzində 6000-ə yaxın şəxsin deməli peşə hazırlığına cəlb olunmasına nail ola bilmişik ki, bu da onların həmin ərazilərdə, yəni işğaldan azad olmuş ərazilərdə yaradılan iş yerlərinə, bilik bacarıqlarının tətbiqinə və həmin iş yerlərinə belə deyək də iddialı olmalarına, uyğunluğunu təmin etməsinə biz deməli dəstək veririk. Bundan başqa bilirsiniz ki, hazırda işğaldan azad olunmuş ərazilərdə müəyyən stimullaşdırıcı deməli tədbirlər də həyata keçirilir. Bu ondan ibarətdir ki, işğaldan azad olunmuş ərazilərdə biz köçmüş mütəxəssislərə biz birdəfəlik müavinətlərlə onları təmin edirik. Həmin ərazidə işləyən şəxslərin əmək haqqlarına artımlar, deməli 20%-ə qədər artımlar tətbiq olunur. Eyni zamanda işə götürənlərə münasibətdə də sosial sığorta haqqlarının subsidiyalaşdırılması kimi bizim proqramlarımız var. Yəni biz bu istiqamətdə dəstək veririk. Çox böyük dəstək biz yenə də işə götürənlərdən görürük. Çünki hamımız bilirik ki, məşğulluğun əsas gücü, dartıcı qüvvəsi bizim işə götürənlərdir. Yeni yaradılan iş yerləridir onlar tərəfindən. Biz hesab edirik ki, işğaldan azad olmuş ərazilərin çox böyük iqtisadi və məşğulluq potensialı var. Həmin potensialını reallaşdırdıqca biz həmin ərazilərə köçmüş, keçmiş məcburi köçkünlərin məşğulluğu ilə bağlı da problemlərin həllinə nail ola biləcəyik. Cənab nazir, yəqin ki, tamaşaçılar da bu məqamda gözləyir dost mərkəzləri ilə bağlı olan sualı. Biz ən uğurlu layihələrdən biri kimi müşahidə edirik dostu və hansı bölgələrdə ki qurulub, müsbət nəticələr verib, əhalinin müsbət geri dönüşləri ilə yadda qalıb. İndiki mərhələdə bizə və tamaşaçılara maraqlı olan məqamlardan biri daha hansı ərazilərdə dost infrastrukturunun qurulması planlaşdırılır? Rəhman müəllim, dost konsepsiyasının yaradılması bilirsiniz ki, ölkə başçısının 9 avqust 2018-ci il tarixli fərmanı əsasında bu dost agentliyi və dost mərkəzləri yaradıldı. Bu təşəbbüs hörmətli birinci vitse-prezident Mehriban xanım Əliyevaya məxsusdur və olduqca qısa müddət ərzində bu konsepsiyanın reallaşdırılmasını
biz təmin edə bildik və bu da bilavasitə həm ölkə başçısı tərəfindən, həm də hörmətli Mehriban xanım tərəfindən bax bu konsepsiyanın icrasına verilən dəstək nəticəsində biz bunu reallaşdıra bildik və qeyd etdiyiniz kimi həqiqətən də DOST konsepsiyası həm ölkə daxilində, həm də beynəlxalq aləmdə çox geniş tanınmışdır. Ötən dövr ərzində Azərbaycanın DOST konsepsiyası Avropa Sosial Şəbəkəsi, deməli Beynəlxalq Sosial Təminat Assosiasiyası, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası və digər mötəbər beynəlxalq əmək təşkilatı, Dünya Bankı kimi mötəbər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib və 40-dək xüsusi mükafat və sertifikatların biz bu çərçivədə əldə olunmasına nail olmuşuq. Hazırda Bakıda və bölgələrdə deməli 7 DOST mərkəzi fəaliyyət göstərir, 2 DOST filialı və 3 DOST məntəqəsini biz istifadəyə verə bilmişik. 2030-cu ilə qədər biz planlaşdırırıq ki, bütün ölkəni DOST şəbəkəsi ilə deməli əhatə edə bilək. Hazırda DOST konsepsiyası çərçivəsində 4.3 milyon vətəndaşımıza biz deməli xidmətlər göstərə bilmişik və bu xidmətlərdən əhalinin məmnunluq səviyyəsi 98% üzərindədir. Onu da qeyd edeyim ki, biz DOST konsepsiyasını işğaldan azad olunmuş ərazilərdə də tətbiq eləyə bildik. İlk dəfə biz Zəngilanın Ağalı kəndində ilk Smart DOST məntəqəsini istifadəyə verə bildik. Şuşada DOST deməli Dövlət Xidmətləri Mərkəzində DOST konsepsiyasını təmin eləyə bilmişik. Yəni biz orada xidmətləri təşkil eləyə bilmişik. Füzulidə, Tərtərdə biz bax bu xidmətlərin təşkilini təmin edə bilmişik. Hazırda sizin suala cavab olaraq bildirim ki, Naxçıvan Muxtar Respublikasında Quba, Sabirabad, Sumqayıt, Gəncə, Masallı və bir sıra digər rayonlarımızda bizim hazırda DOST mərkəzlərinin və DOST filiallarının layihələndirilməsi və tikintisi istiqamətində işlər davam edir. Qeyd etdiyim kimi 2030-cu ilə qədər biz bu DOST konsepsiyasının bütün ölkədə nail olunmasını özümüz üçün belə də hədəf kimi müəyyən etmişik və inanırıq ki, biz bu hədəflərə çata biləcəyik. Məşğulluqla bağlı bir sıra məqamlara toxunduq, amma maraqlı olan tərəf odur ki, hazırda mövcud olan məşğulluqla bağlı bəzi problemlər və cari vəziyyət təkcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin öhdəsindən düşən məsələlər deyil, həm də paralel olaraq digər qurumların da bu məsələ ilə bağlı yəqin ki, hansısa istiqamətləri var, siz də onlarla əməkdaşlıq edirsiniz. Maraqlıdır, məsələn, götürək elə Elm və Təhsil Nazirliyi, ixtisas sahə məsələləri və yaxud Kənd Təsərrüfatı Nazirliyi, regionda məşğulluq məsələləri. Maraqlıdır, bu tərəfdaşlıqlar hansı istiqamətdədir və nələr hədəflənir gələcəkdə? Elədir, məşğulluq məsələləri yalnız sosial məsələ deyil, böyük həcmdə iqtisadi məsələdir və iqtisadiyyatın birbaşa sektorları ilə bağlıdır. Amma burada mən bir məsələni qeyd eləmək istəyərdim. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olaraq biz burada həm işə götürənlərlə, həm də işsiz və iş axtaran şəxslərlə iş aparırıq. Bizim əsas işimizin mahiyyəti məşğulluqla bağlı bizim işə götürənlərlə işin aparılmasıdır. Qeyd etdiyim kimi bizim işə götürənlər bizim ən böyük sosial tərəfdaşımızdır. Yəni iş yerlərinin yaradılması həmin bizim o sosial tərəfdaşlar tərəfindən təmin olunur və bizim Dövlət Məşğulluq Agentliyi olaraq biz 18-ci ildən bu yana çox böyük transformasiyaya biz məruz qalmışıq. Yəni bu transformasiyanın da mahiyyəti ondan ibarətdir ki, biz inzibati modeldən xidmət modelinə, məşğulluq məsələlərindən keçid edə bilmişik. Yəni bizim bu gün Dövlət Məşğulluq Agentliyi bizim işə götürənlərə daha çox bilikli, bacarıqlı, yüksək kvalifikasiyalı işçi qüvvəsinin tapılmasına və iş yerlərində o şəxslərin deməli yerləşdirilməsində istiqamətində fəaliyyət göstərir. Eyni zamanda işçi qüvvəsinə münasibətdə isə bu işçi qüvvəsinin potensialının reallaşmasına, onların peşə hazırlığı tədbirləri vasitəsilə beynəlxalq əmək bazarının tələb və standartlarına cavab verən işçi qüvvəsinin formalaşması istiqamətində biz iş aparırıq.
Burada bizim əsas fəaliyyət istiqamətlərimizdən də biri peşə hazırlığı tədbirlərlə yanaşı peşə standartlarının və kvalifikasiya standartlarının hazırlanmasıdır. Biz hardasa indiyə qədər 1600-ə yaxın peşə və kvalifikasiya standartının hazırlanmasına deməli nail olmuşuq. Eyni zamanda bu çərçivədə əlbəttə ki, bu suala cavab verərkən sosial tərəfdaşlıq məsələlərinə də biz burada diqqəti hökmən diqqət eləməliyik bu məsələlərə. Burada bizim əsas tərəfdaşlarımız deməli Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyadır. Bu bir növ bizdə burada bu üç tərəfli bir tərəfdaşlıq formalaşıb. Bir tərəfdə hökumət, bir tərəfdə deməli işçilərin hüquqlarını təmsil edən qurum və bir tərəfdə də bizim Azərbaycan Respublikası Sahibkarlar İşə Götürənlər Təşkilatlarının Milli Konfederasiyası və bizim bu üç tərəfli bizim komissiyamız var. Bu Beynəlxalq Əmək Təşkilatının tələb və standartlarına uyğun formalaşmış bir komissiyadır və ölkədə mən deyərdim ki, bütün qərarlar, məşğulluq məsələləri, əmək haqqı məsələləri, əmək münasibətləri sahəsində qərarlar həmin bax bu üç tərəfli komissiyada müzakirə olunur. Ondan sonra hökumətin belə deyək də, hökumətin qərar qəbul olunması üçün hökumətə təqdim olunur. Əlbəttə səsləndirdiyiniz kimi həm Elm Təhsil Nazirliyi, həm İqtisadiyyat Nazirliyi bizim əsas bu məsələlərdə əməkdaşlıq elədiyimiz hökumət daxilində olan dövlət qurumlarımızdır. Bilirsiniz ki, ölkədə hazırda sosial dəstək proqramları ilə yanaşı biznesə dəstək proqramları da həyata keçirilir. Bu çərçivədə sənaye parklarının, sənaye məhəllələrinin, aqroparklarının yaradılması kimi proqramlar həyata keçirilir və bu proqramlar çərçivəsində bizim əməkdaşlığımızın yenə də məqsədi və mahiyyəti bizim işə götürənlər üçün lazım olan, tələb olunan işçi qüvvəsinin formalaşdırılması və onlara təqdim olunmasından ibarətdir. Bu istiqamətdə də biz həm bizim bax bu adını çəkdiyim həmkar qurumlarımızla çox geniş deməli əməkdaşlığımız mövcuddur. Nazirliklə bağlı ən çox gündəmdə olan və düşünürəm ki, ən çox müraciət olunan məsələlərdən biri ünvanlı sosial yardım mexanizmi ilə bağlıdır. Biz bu sahədə də bir sıra islahatların şahidi oluruq. Amma bəzi az təminatlı ailələr var ki, onlar bu əlçatanlıqdan bəzən və yaxud o sosial ödənişi əldə edə bilmədiklərindən narazıdırlar. Sizcə bu problemlərin, bu narazılıqların kökündə nə dayanır və nazirlik ünvanlı sosial yardıma əlçatanlığın artırılması istiqamətində hansı işlər görür və planlaşdırır? İlk növbədə onu qeyd edeyim ki, ünvanlı dövlət sosial yardımı proqramı Azərbaycanda az təminatlı ailələrin sosial müdafiəsinə yönəlmiş proqramdır. Bu çərçivədə biz hazırda 80 min ailəyə, yəni hardasa bu 350 minə yaxın şəxsdir, dəstək veririk. Hazırda deməli ünvanlı dövlət sosial yardımının orta məbləği 400 ailəyə düşən orta məbləği 428 manat təşkil eləyir. Ötən müddət ərzində biz bu rəqəmin hardasa 2.4 dəfə deməli bu rəqəm artmışdı. 175 manatdan 428 manata çatmışdı və mən çıxışımın əvvəlində də qeyd elədim, biz ehtiyac meyarının məbləğinin də ötən müddət ərzində 130 manatdan 300 manat məbləğində müəyyən olunub. Eyni zamanda deməli yaşayış minimumunda da biz ciddi artımları təmin edə bilmişik. Yəni mən bu rəqəmləri niyə görə deyirəm? Yəni biz ünvanlı dövlət sosial yardımı proqramı çərçivəsində bu ödənişin, yəni yardımın adekvatlığını istiqamətində, yəni ciddi dinamikanı, yəni yaxşı müsbət dinamikanı görürük. O ki qaldı yardımın əlçatanlığı məsələsinə. Əlbəttə düzgün qeyd eləyirsiniz ki, bu istiqamətdə müəyyən tədbirlər görülüb. Hazırda bilirsiniz ki, bu yardımın təyin olunması elektron şəkildə həyata keçirilir və hər bir ailə nazirlik tərəfindən qiymətləndirilir bu yardıma uyğunluğu baxımından. Və bu elektron qiymətləndirmədən sonra biz hər bir ailənin maddi məişət şəraitinin
müayinəsini deməli həyata keçiririk və orada da hökumət tərəfindən müəyyən edilmiş meyarlar var. Həmin meyarlara uyğunluğu, ailə tərəfindən uyğunluğunu biz yerində yoxlaya bilirik. Və ötən müddət ərzində mən onu deyə bilərəm ki, bax bu əlçatanlıq məsələlərində də biz xeyli addımlar atmışıq. Ünvanlı yardım alt sisteminin yeni versiyasını hardasa 2 il bundan əvvəl biz istifadəyə verə bilmişik. Xeyli həcmdə həmin proqramın elektronlaşmasına biz nail ola bilmişik. Yəni bu günləri şəxs haqqında məlumatlar aidiyyatı dövlət orqanlarının elektron informasiya bazalarında varsa, biz həmin məlumatları həmin şəxsdən artıq tələb etmirik, həmin məlumatları əldə edirik. Eyni zamanda bir sıra hallarda ünvanlı sosial yardımın müddəti bitdiyi təqdirdə biz elektron sistemlər üzərindən baxırıq ki, həmin şəxsin gəlirlərində və ailə vəziyyətində dəyişiklik biz müşahidə etmiriksə, onun konkret halları var. Həmin hallarda artıq biz həmin ünvanlı yardımı proaktiv qaydada uzadılmasına da deməli nail olmuşuq. Yəni bu addımlar da atılır. Əlbəttə, bu hər bir proqramın özünün bir şərti var. Bu şərtlərə cavab verməyən ailələrə, şəxslərə sistem üzərindən deməli müəyyən imtinalar verilir və mən sizi onunla bir mənalı şəkildə əmin eləyə bilərəm ki, bütün bu şikayətlər, bütün narazılıq halları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin qurumları tərəfindən yerində araşdırılır. Hər bir şikayətə biz diqqətlə baxırıq və əgər şəxsin hüququ yarandığı təqdirdə biz həmin şikayətləri təmin edib bu şəxslərin proqrama belə deyək də iştirakını təmin edirik. Hazırda qeyd etdiyim kimi 80 minə yaxın ailə, hardasa bu 350 min şəxsdir, hazırda bu proqramda iştirak eləyir. Ölkə dövlət büdcəsi vasitəsilə də bu proqramın icrasına arası 450 milyon manatdan çox hər il maliyyə vəsaiti ayrılır. Yəni biz 450 milyon manatdan bir qədər çox məbləği bax bu proqramın icrasına yönəldirik. Bu arada minimum əmək haqqı mövzusuna da toxunmaq istəyirəm. Çünki Azərbaycanda vətəndaşların ən çox maraqlandığı məsələlərdən biri də məhz budur. Hazırda Azərbaycanda minimum əmək haqqı 400 manatdır və minimum əmək haqqının artırılması üçün hansı işlər görülür? Bir də hər dəfə minimum əmək haqqının artırılması müşahidə olunanda bu özəl sektora necə təsir göstərir? Ümumiyyətlə təsir göstərirmi və prosesə nəzarət etmək mümkündürmü? Xüsusən də özəl sektordan. Rəhman müəllim, indiyə qədər icra olunmuş bütün sosial paketlərdə, yəni 5 sosial paketin hər birində minimum əmək haqqının artırılması ilə bağlı ölkə başçısı tərəfindən qərar deməli qəbul olunub. Qeyd etdiyim kimi 3.1 dəfə minimum əmək haqqı ötən müddət ərzində artıb 130 manatdan 400 manata hazırda təşkil eləyir minimum əmək haqqının məbləği. Minimum əmək haqqı öz mahiyyətinə görə universal sosial bir standartdır. Yəni tam iş vaxtı üzrə çalışan şəxslərə minimum əmək haqqı məbləğindən aşağı məbləğdə əmək haqqının ödənilməsinə qanun icazə vermir. Biz bu standartın tətbiqinə demək olar ki, həftəlik əsasda nəzarət eləyirik. Əmək və məşğulluq alt sistemi bizə bu imkanları yaradıb. Bu proses tam elektron şəkildə həyata keçirilir. Biz öz monitorinq tədbirlərimiz çərçivəsində minimum əmək haqqıdan aşağı əmək haqqı alan deməli şəxsləri müəyyən etdikdə onların işə götürənlərinə müvafiq maarifləndirici bildirişlər göndəririk, nəzarət tədbirlərini tətbiq eləyirik və bu çərçivədə bax bu sosial əsas qrupların müdafiəsinə öz dəstəyimizi veririk. Qeyd etdiyim kimi minimum əmək haqqı universal sosial bir alətdir. Bu həm dövlət sektoru üçün deməli aktualdır, həm də özəl sektor üçün aktualdır. Bizim sonuncu 5-ci sosial islahat paketi çərçivəsində minimum əmək haqqı artımları hardasa 700 minə yaxın deməli həm dövlət sektorunda, həm də özəl sektorda çalışan şəxslərə bu artımlar şamil olunmuşdur. Dövlət sektorunda bu belədir də, yəni orada bizdə vahid tarif cədvəli üzrə deməli pillələr var. Ən aşağıda olan pillədə məbləğ artdıqca bu bütün pillə üzrə artımları təmin eləyir. Özəl sektorda da deməli mexanizm aşağı-yuxarı eyni qaydada, yəni fəaliyyət göstərir. Ümumiyyətlə minimum əmək haqqının artımları ölkədə orta aylıq əmək haqqı artımlarına çox müsbət təsir göstərir. Aşağı gəlirli işçilərin sosial müdafiəsinin güclənməsinə müsbət
təsir göstərir. Biz bunları müşahidə edirik. Siz vurğuladınız ki, nəzarət mexanizmləri həm də rəqəmsal vasitələrlə həyata keçirilir. Bu arada elə mən istərdim ki, Nazirliyin rəqəmsal təcrübəsini biraz danışaq. Çünki müasir insan artıq vaxt itirməmək üçün bütün prosesləri öz smartfonunda və digər innovativ yeniliklərlə həll etmək niyyətindədir. Kənardan gördüyümüz qədər bu istiqamətdə Nazirliyin atdığı addımlar var və mən istərdim ki, hazırki məqamda və gələcək prioritetlərdə rəqəmsal yeniliklərlə bağlı nələr nəzərdə tutulub? Rəhman müəllim, bu istiqamətdə sosial sahədə rəqəmsallaşma istiqaməti də bizim prioritet məsələlərimizdən biridir. Ölkə başçısı tərəfindən qarşımıza qoyulan ilk vəzifələrdən biri olmuşdu. Bizim bu sahədə ötən müddət ərzində çox ciddi nailiyyətlərimiz var. Nazirliyin 150-dən çox xidmətinin 90%-ni biz elektronlaşmasına nail ola bilmişik və bu xidmətlərin 52-sini biz hazırda tam proaktiv şəkildə həyata keçiririk. Proaktivləşmə nədir? Yəni vətəndaş Nazirliyin qurumlarına, Nazirliyə müraciət etmədən onun hansısa hüquqları, sosial hüquqları yaranırsa, bizim sistemlər həmin hüquqların yaranma anını müəyyən edir və bilavasitə o sosial ödənişlər, pensiya olsun, müavinət olsun, təqaüd olsun, bu ödənişlərin təyinatını artıq elektron həyata keçirir və vətəndaşın mobil telefonuna SMS gedir ki, sizə bax bu ödənişlər təyin olunub və bank kartınızı bankdan götürə bilərsiniz. Ümumilikdə Nazirliyimizin 18 alt sistemdən ibarət və 4 reyestrdən ibarət mərkəzləşdirilmiş elektron informasiya sistemi var. Çox böyük, geniş bir sistemdir. 80-ə yaxın qurum bu sistemlərə deməli inteqrasiya olunub. Bilirsiniz, elektronlaşma, rəqəmsallaşma həm də bizə böyük həcmdə sistemdə şəffaflığı təmin etməyə imkan verir. Müxtəlif sui-istifadə hallarına qarşı mübarizə tədbirlərini həyata keçirməyə imkan verir və bu çərçivədə biz Nazirlik olaraq ölkəmizin sosial reyestri deyilən bu e-sosial portalının deməli hazırlanmasına və tətbiqinə ötən müddət ərzində nail olmuşuq. Bu portal vasitəsilə bu günləri Azərbaycan vətəndaşları öz sosial hüquqlarının reallaşmasını, necə reallaşmasını onun üzərindən deməli görə bilirlər. Bazı Nazirliyin deməli informasiya sistemləri ölkə başçısının tapşırıqlarına uyğun olaraq MyGov platformasına ilk inteqrasiya olan biz dövlət qurumlarından biriyik. E-sosial mobil tətbiqi də biz istifadəyə vermişdik və ölkə başçısının bu rəqəmsallaşma ilə bağlı son iclasda verdiyi tapşırıqlardan sonra bizim deməli MyGov deməli mobil tətbiqimiz, e-sosial mobil tətbiqi artıq bundan sonra MyGov mobil tətbiq üzərindən may ayının 1-dən başlayaraq biz burada da keçidi edəcəyik. Ümumilikdə isə onu qeyd edeyim ki, sosial sahədə rəqəmsallaşma Nazirliyimiz üçün ən prioritet məsələlərdən biridir. Biz növbəti dövrdə də bu istiqamətdə addımlarımızı atacağıq. Ölkədə əlilliyi olan şəxslərin sosial həyatına xüsusi həssaslıqla yanaşır. Biz bunun şahidi oluruq. Hazırda əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyası istiqamətində hansı işlər görülür və ümumi nəticələr sizi şəxsən qane eləyirmi? Nadir müəllim, əlilliyi olan şəxslərin hüquqlarının təminatı, bəli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsas vəzifələrindən biridir. Olduqca həssas kateqoriyadır. Ötən müddət ərzində bu kateqoriyada olan şəxslərin sosial müdafiəsinin təmin olunması üçün xüsusən sosial ödənişlərin artırılması istiqamətində ciddi addımlar atılıb. Hər bir sosial paketin icrasında bu kateqoriyaya biz dəstək vermişik, yaddan çıxartmamışıq və bundan sosial ödənişlərin artımlarını biz təmin etmişik. Əlbəttə, əlilliyi olan şəxslərin əmək bazarına qaytarılması, əmək bazarında iştirakının stimullaşdırılması da bizim üçün prioritet vəzifələrdən biridir. Əlilliyi olan şəxslərin hüquqları haqqında qanunda, əmək məcəlləsində
bu şəxslərin əmək hüquqlarının, məşğulluq hüquqlarının reallaşdırılması istiqamətində orada xüsusi normalar, xüsusi tədbirlər var. Biz həmin tədbirlərin icrasına nəzarəti təmin edirik. Eyni zamanda Dövlət Məşğulluq Agentliyi tərəfindən də əlilliyi olan şəxslərin işlə təminatı istiqamətində müxtəlif aktiv məşğulluq tədbirləri həyata keçirilir. 2025-ci ildə biz deyə bilərik ki, hardasa 6000-ə yaxın belə şəxsin işə düzəlməsinə biz dəstək ola bilmişik. Eyni zamanda işsiz şəxslərin özünə məşğulluğunun təşkili proqramında da əlilliyi olan şəxslər bizim üçün prioritet kateqoriya təşkil eləyir və bu çərçivədə də hardasa biz 2025-ci ildə 1300 şəxsin deməli bu proqrama cəlb olunmasını, əlilliyi olan şəxsin bu proqrama cəlb olunmasını təmin edə bilmişik. Peşə hazırlığı tədbirləri çərçivəsində də biz bu istiqamətdə tədbirlərimizi davam edirik. 500 şəxsin 2025-ci ildə peşə hazırlığına biz dəstək vermişik. Bilirsiniz ki, hörmətli birinci vitse-prezident Mehriban xanım Əliyovanın təşəbbüsü ilə İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərir. Həmin mərkəz tərəfindən də orada müxtəlif istiqamətlərdə emalatxanalar təşkil olunub. Həmin emalatxanalarda biz əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyası istiqamətində xüsusi kurslar tətbiq etmişik. Bu kurslar vasitəsilə də onların bilik və bacarıqlarının artırılmasını təmin edirik. Ümumilikdə bizim fəaliyyət istiqamətlərimizdən, əsas fəaliyyət istiqamətlərimizdən biri eyni zamanda məşğulluq sahəsində göstərdiyimiz xidmətlərdə əlilliyi olan şəxslər prioritet kateqoriyadır. Biz o şəxslərin məşğulluğunun təmin olunmasına hər zaman dəstək verməyə hazırıq. Mövzunu istəyərdim davam etdirim biraz fərqli istiqamətdə. Çünki müharibə ilə əlaqəli əlilliyi olan vətəndaşlarımızdan da danışmalıyıq. Şəhid ailələrinə, sosial dəstək tədbirlərindən də danışmalıyıq. Ümumiyyətlə Vətən müharibəsində qalib gəldikdən sonra bu məsələlərin tənzimlənməsi, proseslərin icra olunması necə həyata keçirilir? Əlimizdə bir rəqəmmi deyək, nəticələrmi deyək, varmı? Rəhman müəllim, qeyd etdiyim kimi Nazirliyimiz üçün ən prioritet məsələlərdən biri bu şəhid ailələri, müharibə səbəbindən əlilliyi müəyyən olmuş şəxslər, müharibə veteranlarla iş ən prioritet istiqamətlərdən biridir. Və bu istiqamətdə də ölkə başçımızın tapşırıqları əsasında geniş sosial dəstək proqramları Nazirliyimiz tərəfindən həyata keçirilir. Onu da qeyd edeyim ki, Vətən müharibəsindən sonraki dövrdə Nazirliyimiz tərəfindən şəhid ailələrinin dəstəklənməsi, müharibə əlillərinin dəstəklənməsi istiqamətində xeyli tədbirlər həyata keçirilib. Rəqəmlərlə biz buna baxsaq, biz 132 min unikal şəxsə 424 min müxtəlif xidmətlərlə bu şəxsləri təmin edə bilmişik. O cümlədən 106 min şəxsə müxtəlif deməli sosial ödəniş təyinatları ilə bağlı 120 min xidmət göstərmişik. Vətən müharibəsindən sonraki dövrdə şəhid ailələrinə və müharibə əlillərinə edilən sosial ödənişlərin məbləğinin 2 dəfə deməli artırılmışdır. 25.6 min şəxsə müxtəlif birdəfəlik ödənişlər, sığorta ödənişləri həyata keçirilmişdir. Bu proqramlar çərçivəsində belə deyək də qeyd etmək istədiyim prioritet istiqamətlərdən də biri müharibə əlillərinin və şəhid ailələrinin mənzil, məişət şəraitinin yaxşılaşdırılması proqramıdır. Bu proqramın da icrası və əhatə dairəsi Vətən müharibəsindən sonraki dövrdə deməli artırılmışdır. Hazırda ölkə başçısının müvafiq sərəncamları əsasında, 2 sərəncamı əsasında 2 müxtəlif bu istiqamətdə proqram icra olunur və ötən müddət ərzində, yəni Vətən müharibəsindən sonraki dövrdə biz 7200 bu kateqoriyadan olan şəxsin mənzillərlə təminatını həyata keçirə bilmişik. Ümumilikdə isə 16 min biz müharibə deməli əlillinə və şəhid ailə üzvünə mənzillərin təminatını həyata keçirmişik. Bu kateqoriyadan olan şəxslərin avtomobillərlə təminatı istiqamətində də biz iş aparmışıq. Ötən müddət ərzində 7.7 min şəxsin deməli biz avtomobillərlə təminatını həyata keçirmişik. Müharibədən sonraki dövrdə isə hardasa 500
70-ə yaxın şəxs avtomobillərlə təmin edə bilmişik. Sosial-psixoloji dəstək, reabilitasiya tədbirləri də bizim üçün deməli əlilliyi olan şəxslər üçün verdiyimiz bax bu kateqoriyada olan müharibə əlillərinə verdiyimiz əsas istiqamətlərdən biridir. Hardasa 11 min nəfərə 104 min sosial-psixoloji dəstək və reabilitasiya xidmətini biz təmin edə bilmişik. Eyni zamanda əlilliyi olan şəxslərin əzalarını itirmiş, əlilliyi olan şəxslərin protezlərlə təmin olunması da Nazirliyimiz üçün prioritet istiqamətlərdən biridir. Ölkə başçısının tapşırıqları əsasında biz yüksək texnoloji protez ortopedik vasitələrlə öz müharibə əlillərimizi təmin edirik. Nadir mənim qeyd etdiyi kimi bu kateqoriyadan olan şəxslərin məşğulluğu istiqamətində də deməli tədbirlər həyata keçirilir. Bilirsiniz ki, biz məşğulluq marafonunu bu istiqamətdə geniş ölkədə vüsət almışdı, icra etmişik. Ümumilikdə isə ötən müddət ərzində 30 minə yaxın şəhid ailə üzvünün və müharibə əlilinin aktiv məşğulluq proqramlarına cəlb olunmasına biz nail olmuşuq. Bu çərçivədə işsiz şəxslərin özünə məşğul təşkili proqramı da bizə böyük burada imkanlar yaradıb. 13.5 min şəxsin bu işsiz şəxslərin özünə məşğulluq proqramına cəlb olunmasına təmin edə bilmişik. Qeyd etdiyim kimi bu kateqoriyadan olan şəxslərin hüquqlarının təminatı bizim üçün ən vacib və ən deməli prioritet məsələlərdən biridir. Biz bundan sonra da bu istiqamətdə tədbirlərimizi davam etdirəcəyik. Cənab nazir, bu sağlamlıqla bağlı məsələlər insanların həyat mərkəzində olduğuna görə tibbi sektorla bağlı dəyişikliklər də xüsusi müzakirələrlə qarşılanır. Bildiyimiz kimi Prezident İlham Əliyevin 2026-cı il 19 mart tarixli fərmanı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari tibbi sığorta ilə bağlı səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabe edildi. Ümumiyyətlə o fərmanın istərdim biraz şərh eləyək və fərmanın icrası ilə bağlı hansı işlər görülür? Ümumiyyətlə icbari tibbi sığorta sahəsindəki fəaliyyətin təkmilləşdirilməsi bizə nə vəd edir? Nadir müəllim, olduqca aktual hazırda məsələlərdən biridir və Nazirliyimiz üçün yeni çağırış kimi mən bunu qiymətləndirmək istəyirəm. İlk növbədə onu qeyd eləmək istəyirəm ki, çox böyük Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sisteminə ölkə başçısı tərəfindən etimad göstərilib. Bilirsiniz ki, səhiyyə sahəsində, tibbi xidmətlər sahəsində, əhaliyə göstərilən tibbi xidmətlər sahəsində son illər həyata keçirilmiş ən böyük islahatlardan biri də ölkəmizdə icbari tibbi sığorta sisteminin tətbiq olunmasıdır. Bəli, ölkə başçımızın qərarı əsasında İcbari Tibbi Sığorta Agentliyi Nazirliyin tabeliyində olan Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə deməli birləşdirildi və bu fərmanın məqsədi məhz icbari tibbi sığorta sahəsində başlanmış islahatların davam etdirilməsidir. Bu islahatların daha da dərinləşdirilməsi və gücləndirilməsindən ibarətdir. Hazırda ölkə başçısının fərmanına icrası olaraq Nazirlikdə 2 istiqamət üzrə xüsusi təhvil təslim komissiyaları yaradılmışdır. Birinci komissiya İcbari Tibbi Sığorta Agentliyi ilə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin birləşməsi prosesini təmin eləyir, idarə eləyir. İkinci komissiya isə Nazirliyin tabeliyində olan Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində olan reabilitasiya müəssisələrinin yenə də Nazirliyin tabeliyində olan Sosial Xidmətlər Agentliyinə ötürülməsini deməli təmin eləyir. Ümumilikdə bilirsiniz ki, ölkəmizdə çox geniş səhiyyə sistemi fəaliyyət göstərir. Bu həm icbari tibbi sığorta, həm Səhiyyə Nazirliyi, həm də təbii tərəfindən bu xidmətlər əhaliyə deməli göstərilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olaraq biz də bu prosesə öz dəstəyimizi verəcəyik. Əlbəttə qarşımızda duran bir sıra vəzifələr var, hansı ki, həmin vəzifələrin icrası çərçivəsində biz əhalinin tibbi xidmətlərə olan ehtiyacının daha yaxşı ödənilməsi, daha keyfiyyətli ödənilməsi, əlçatanlığın artırılması, icbari tibbi sığorta çərçivəsində icra olunan proqramların əhatə dairəsinin artırılması və keyfiyyətinin
yüksəlməsini hədəfləmişik. İnanırıq ki, bu istiqamətdə atacağımız addımlar effektiv olacaq. Hazırda əsas hədəfimiz sistemin tam şəkildə rəqəmsallaşmasına nail olmaqdan ibarətdir. Göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə standartlaşma prosesinə ciddi dəstəyin verilməsidir. Bu prosesin daha da deməli genişlənməsidir və bu qeyd etdiyim kimi bütün bu tədbirlər nəticəsində, yəni bu bizim hökumətin birgə fəaliyyətinin nəticəsi olacaq. Yəni həm Səhiyyə Nazirliyinin, həm tədbirin yekunda bizim vətəndaşlarımızın mənafeyinin, yəni əlçatanlığın, keyfiyyətin artırılması, göstərilən xidmət sayının artırılması, bax bu əsas bizim hədəflərimiz bundan ibarətdir. Sağlamlıq mövzusuna davam edək. Cənab nazir, əlillik dərəcələrinin təyin edilməsi ilə bağlı bir neçə məsələyə istəyərdim aydınlıq gətirəsiniz. Çünki bəzən iddialar olur ki, mənim əlillik dərəcəm düzgün təyin olunmuyub. Bizim də sizə sualımız bundan ibarətdir. Əlillik dərəcələrinin təyin olunmasının obyektivliyini, şəffaflığını təmin etmək üçün nazirlik olaraq hansı addımlar atılır və bundan sonraki mərhələdə nələr gözlənilir? Ötən müddət ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində ən böyük islahatlara və dəyişikliklərə məruz qalan sistemlərdən biri də bax bu əlilliyin müəyyən olunması, əlilliyin təyin olunması mexanizmi olmuşdu. Burada ilk növbədə mən onu qeyd etmək istərdim ki, biz burada tam şəkildə şəffaflığa, sosial ədalətə nail ola bilmişik. Yəni biz hər hansı bir sui-istifadə amili olmadan bu əlillik təyinatlarının həyata keçirilməsinə nail ola bilmişik. Bugün hazırda proses elektron şəkildə həyata keçirilir. Vətəndaşlar şikayət etdikdə və yaxud onlar əlillik təyinatına imtina verildikdə bizim həmin şikayətlərin araşdırılması üçün xüsusi mexanizmlərimiz var. Belə olduğu təqdirdə biz onları əyani müayinələrə dəvət edirik və əyani müayinələr çərçivəsində qəbul olunmuş qərarları bir daha yoxlayırıq. Onu da qeyd eləmək istəyirəm ki, 2025-ci il ərzində biz hardasa 55 minə yaxın əlillik təyinatını həyata keçirmişik. Eyni zamanda əlilliyi olan şəxslərin reabilitasiyası istiqamətində hardasa 140 minə yaxın şəxsin reabilitasiya olunması istiqamətinə də addımlar atmışıq. Qeyd etdiyim kimi bizim islahatların ilkin mərhələsində əlillik təyinatının, yəni əlilliyin müəyyən edilməsinin elektronlaşması bizim qarşımızda əsas vəzifə kimi müəyyən olunmuş dururdu. Bu istiqamətdə çox geniş tədbirlər biz həyata keçirdik. Əlillik alt sisteminin təkmilləşdirilməsini, aidiyyatı dövlət orqanlarının məlumat bazalarına inteqrasiyasını biz təmin etmişik və hazırda tam şəffaf şəkildə hər hansı bir sui-istifadə halları olmadan bu əlilliyin qiymətləndirməsini həyata keçirə bilirik. İslahatlarımızın ikinci mərhələsi bu bizim əlillik meyarları ilə bağlı oldu. Hamınız bilirsiniz ki, əlillik təyin olunması üçün xüsusi meyarlar var. Biz bu meyarların tam şəkildə yenidən işlənməsini təmin edə bildik. Bu çərçivədə vətəndaşlar üçün bir sıra üstünlüklərlə yanaşı əlillik təyinatına əsas yaradan xəstəliklərin sayını biz 5 dəfəyədək artırılmasına nail olduq. 128 köhnə meyardan biz yeni 617 meyara, yəni biz çatdıra bildik. Eyni zamanda müddətsiz əlilliyə əsas verən meyar sayını biz 51-dən 286-ya deməli qaldıra bildik. Bax bu islahatlar çərçivəsində biz əlillik sisteminin, əlilliyin müəyyən olunması sisteminin sabitləşməsinə və bu sistemdə sosial ədalətin təmin olunmasına nail ola bildik. O ki, qaldı imtina alınan şəxslərə, onların hər biri ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri iş aparmağa hazırdır. Hər birinin müraciətini fərdi qaydada araşdırmağa və qiymətləndirməyə hazırdır. Biz bütün müraciətlərə açığıq və bundan sonra da bu sistemin tam belə sağlam, şəffaf fəaliyyətinin təmin olunması istiqamətində tədbirlərimizi davam etdirəcəyik.
Söhbət əsnasında ötən dövr ərzində tətbiq edilən 5 sosial zərf barədə söhbət açdınız və onun bir sıra istiqamətləri barədə danışdınız. Maraqlıdır, bu söhbətimizin yekunu kimi bizi növbəti sosial zərf nə vaxt gözləyir və həmin sosial zərfin içində nələr gözləyir? Ümumiyyətlə nazirliyin məşğulluq, sosial xidmətlərlə bağlı gələcək hədəfləri nələrdir? Sosial islahatlarla bağlı bu artıq belə deyək də mütəmadi xarakter alıb. Ölkə başçımızın, hörmətli birinci vitse-prezident Mehriban xanım Əliyevanın sosial məsələlərin həllinə çox böyük dəstəyi var və hər zaman ölkə başçımız öz çıxışlarında da bildirir ki, ölkəmizin, dövlətimizin gəlirləri artdıqca bu gəlirlərin müəyyən bir hissəsi əhalinin sosial rifah məsələlərinin, gəlirlərinin artırılmasına yönəlir və biz bugün bu məsələlərdən danışarkən əlbəttə ki, bütün ümumilikdə bir mühiti qiymətləndirməliyik. Bu gün ölkəmiz qarşısında həm təhlükəsizliklə bağlı, həm işğaldan azad olunmuş ərazilərlə bağlı, həm iqtisadi sektorun inkişaf etdirilməsi ilə bağlı çox böyük hədəflər durur və bu hədəflərin icrası da olduqca böyük həcmdə vəsait tələb eləyir və bu çərçivədə biz görürük ki, bax bu çağırışlar çərçivəsində əhalinin sosial ödənişlərlə təminatı məsələləri, əhalinin gəlirlərinin təmin edilməsi məsələləri də kənarda qalmır və dövlət bu məsələlərə çox ciddi dəstək verir. İnanıram ki, növbəti mərhələlərdə də biz sosial islahat zərflərinin icrasının şahidi olacağıq. İnanıram ki, əvvəlki kimi bu sosial islahat zərfləri özünün əhatəliliyi ilə həm pensiyaçıların, həm işləyən əhalinin, həm müavinət, təqaüd alan əhalinin dəstəklənməsinə yönələcəkdir. Nazirliyin digər istiqamətlər üzrə belə deyək də növbəti dövrlərdə hədəflərindən bağlı sual verdiniz. Biz danışdığımız məsələlər, yəni elə söhbətimizin əvvəlində olan məsələlər yenə də şəffaflığın təmin olunması, xidmətlərin əlçatanlığının təmin olunması, dost konsepsiyasının növbəti dövrdə bütün ölkəni əhatə etməsi, işğaldan azad olunmuş ərazilərimizə böyük qayıdış proqramının icrası, bilirsiniz ki, 2027-2030-cu illərdə ikinci dövlət proqramı üzərində deməli hazırda iş aparılır. Eyni zamanda ölkəmizin 2027-2030-cu illərdə sosial-iqtisadi inkişafı dövlət proqramının layihəsi üzərində iş aparılır. Bax, bu dövlət proqramlarının icrası da nazirliyimiz üçün prioritet istiqamətlərdən biri olacaq. Rəqəmsallaşmadan biz danışdıq. Bu istiqamət növbəti dövrlərdə də əsas prioritet istiqamətlərimizdən biri olacaq. İşsizdən sığorta sisteminin möhkəmləndirilməsi, daha da inkişaf etdirilməsi nazirliyimiz qarşısında duran əsas bax bu prioritet istiqamətlərdən olacaqdır. Cənab nazir, müsahibəyə razılıq verdiyiniz üçün sizə təşəkkür edirik. Suallarımıza cavab verdiniz. Həmkarıma da minnətdaram. Uğurlar. Təşəkkür edirəm. Mən də sizə minnətdaram. Çox xoş oldu. Diqqətinizə çatdıraq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev ARB 24 televiziyası və APA İnformasiya Agentliyinin suallarını cavablandırdı.